müsəlmana düşəcək, yoxsa yəni mömindir, müsəlmandır, məsələn, içimizdən birimiz də hansı bir şirkət... Bax, qardaşım, insan, diqqətlə qulaq asırsınız, hansı kəlmə ilə müsəlman olur? La ilahə illallah kəlməsindən təvhid kəlməsi. Qulu la ilahə illallah tuflihu. Deyin la ilahə illallah nicat tapın. İnsanın İslamı bütün müsəlmanların ittifaqına görə bu kəlmə ilə nə olur? Sabit. İxtilaf var burada. İxtilaf yoxdur. Demirsə, gücü çatdığı halda qüdrəti var bu kəlməni deməyə. Demir. Amma mənasına etiqad edir. Müsəlman olur yoxsa yox? Yox, Abu Talib. Misal çıxı bilərik. Əhsən, olmur. Fikir verin. Mənasına etiqad edir. La ilahə illallah kəlməsinin mənası var axı. La ma'bud bihaqqin illallah. Amma nitq etmir. Nitq tələffüz etməsinə də bir maniyə yoxdur. Qüdrəti var. Deyə bilər, demir. O müsəlman olmur. Demək, qovl, tələffüz, şərtdir. Nə demək istəyirəm? İnsanı müsəlman nə edir? La ilahə illallah kəlməsi. İttifaqən Şeyxülislam İbn Teymiyyə rahimehullah icma nəql edir ki, budur. Müsəlman bundan olur. İndi burada sual çıxır. Xristiyandır, Nəsrani, yaxud da Yahudi. Nə ilə müsəlman olur? Dedik də onu. La ilahə illallah kəlməsini dedi, müsəlman oldu. Burada sual çıxır. Təbii ki, müsəlman olur. Belə şey yoxdur da, müsəlman artıq deyib ki, müsəlman olub. Söhbət o qeyri-müsəlmandan, qeyri-müsəlmanın müsəlman olması üçün lazım olan şeyi söhbət edirik. Diqqətlə qulaq asın. Burasından gələcəm oraya axı, sən dediyin şeyə. Nəsranidir, başqa dindədir. Dedi ki, bu kəlmə ilə insan müsəlman olur. La ilahə illallah kəlməsindən. Nəsranidir, gedir. Baxır ki, yolda, nə bilim, ərəb ölkələrinin birindədir, hesab eləyək. Bir misal çəkirəm. Məsələn, körpünün üstündə yazılıb La ilahə illallah. Oxudu, La ilahə illallah. Dedi yoxsa yox? Dedi. Nəsrani müsəlman oldu? Yox. Niyə? Dedi axı. Təsdiqi yoxdur. Nə təsdiqi? Bəs bayaq deyirdi axı, deməkdir. Bir var hardasa oxuyub, bir var qəlbindən gələr. Üç şey deyil, təsdiq, əməl, bir də Əhsən, nə demək istəyirəm? Müsəlman olmur. İcma ilə. Belə müsəlman olur, qardaş. Deməli, sən xristiyansan, qeyri-dindəsən. Bu kəlmə səni salır. Bu kəlmənin mənası var. O mənaya boyun əyməlisən. Mənaya boyun əyəndən sonra və sən bilsən ki, bu kəlmə səni İslama daxil edir. Bundan sonra sən müsəlman olursan, ha? O onu bilmirdi. O deyirlər, dedi də, oxudu dedi. Yaxud qıraqda deyirdilər, la ilahə illallah, eşitdi, bu da dedi. Amma bu, İslam dininə girmək istəmir. Bu kəlmə insanı İslama salır. Bu niyyətlə deməyib. Amma deyib. Deməli, hər demək sayılmır. Biri də var ki, müsəlman, daha doğrusu, Nəsrani gəlib deyir ki, Azər, məsələn, iş yoldaşın, xristiyandır. Mən müsəlman olmaq istəyirəm. Sizin dinə daxil olmaq istəyirəm. Sizin dinə, Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdiyi din, İslam dininə daxil olmaq istəyirəm. Mən də müsəlman bilirsən müsəlmansan, o xristiyandır. Mən neynəməliyəm? Sən deyirsən ki, deməlisən ki, la ilahə illallah, la ilahə illallah deyəndən sonra bütün ibadət olunanlar hamısı tərk edilməlidir. Tək Allaha ibadət etməlidir. Bax, bu kəlmə budur, ha. Bu kəlmə mənası budur. Məbudlar hamısı, Allahdan başqa ibadət olunanlar hamısı tərk edilməlidir. İbadət tək Allaha edilməlidir. La ilahə illallah bu deməkdir. İstəyirsən girmək. Razısan yəni. Problem yoxdur ki.
Deyir, qardaş, razıyam. Deyim, deyirsən, de. Bax, girəcəksən, ay İslama. Deyir, mən onu istəyirəm səndən. Necə girim İslama? Deyir, la ilahə illallah. İslama girdi yoxsa yox? Girdi, dayı. Deməli, biləndən sonra girdi ki, bu neyniyir? İndi bu müsəlmandır. Yaşayır. Düzdür? Yəqin kəlmə ilə sabit olub İslam yoxsa yox? İslamı hansı kəlmə ilə? Şübhə ilə, ehtimalla sabit oldu. Zənnlə, təxminlə orada deyib, burada deyib. Yox, yəqin kəlmə ilə bilərək ki, İslama daxil edir, dedi və daxil oldu. Təxminlə oldu, zənnlə oldu, şübhə ilə oldu, şəklə. Yox. Bu çox önəmlidir. Yəqin kəlmə ilə İslama daxil olub adam. İndi yəqin şeylə də İslamdan çıxartmaq lazımdır onu. Həmin o adamı, o müsəlmanı zənnlə, təxminlə, şəklə, şübhə ilə İslamdan çıxa bilər? Yox. Əgər çıxa bilərsə İslamdan, elə bu kimi şeylərlə İslama daxil niyə olmurdu ki? Bu kimi şeylərlə İslama daxil ola bilmədiyi kimi şübhə ilə də, şəklə də İslamdan çıxa bilmir. Özü kimi yəqin bir şeylə İslamdan çıxmalıdır. İmam İbn Teymiyyə Rahimehullah bir çox kitablarında bu qaydanı deyir. Kimin İslamı yəqinli ilə sabit olubsa, la yezulu, getmir, qalxmır, izələ olmur şübhə ilə. Özü kimi yəqin bir şeylə. İndi fikir ver. Şirk, qardaş sən dediyim, şirk, müsəlmandır, bilmir bu əməl, şirkdir. Bilmir. Bilmir Azər. Məsələn, baxın, mən sizə bir şey deyim. Bu saat yayılıb baxı, batil firqələr, əqidələr, ölülərdən kömək istəyənlər, yardım istəyənlər. Yayılıb da İslam kimi təqdim edirlər. Yaxşı bir əməl kimi təqdim edirlər. Bir müsəlman gedir Mədinə şəhərinə, məscidi ziyarət etməyə. Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidini ziyarət etməyə. Düzdür? Ziyarət edəndə Peyğəmbərin qəbrinin yanından keçib salam vermək məşrudur da, icazəlidir. Qəbrinin yanından, Ravdan yanına keçmirsən, Mədinədə olanlar bilirlər qəbrinin yanına. Keçəndə deyir, Esselamu aleykum ya Rasulallah, salam verir, deyir ki, buna belə öyrədiblər. Məsələn, Əzhardan gəlib, Misirdən gəlib. Yox, Misir şeyxləri... Məsələn, Azərbaycandan gəlir. Hə, bizdən gedir, fərqi yoxdur da. İndi İslam ölkələrində bu təbliğ olunur. Övliyadan, Peyğəmbərdən kömək istəmək. Bu deyir ki, ona belə təbliğ ediblər axı, öz ölkəsində. Din kimi təbliğ ediblər. Bu da cahildir, bilmir. Şeyxlərindən, Əzhar şeyxlərindən, misal üçün, bunu eşidib. Bu da deyir ki, mən o boyda yol gəlmişəm. Düz qəbrin yanındayım, mən. Keçirəm qəbrin yanından. Əl-asır deyir, ya Rasulallah, əl-mədədul mədəd. Yardım elə. Ya Rasulallah, övladım olmur. Allaha dua elə. Ya Rasulallah, sən Allaha daha yaxınsın. Belə öyrədiblər orada. Sən Allaha dua et ki, o mənim üçün. Sən mənim üçün Allaha dua et ki, Allah mənə övlad versin. Ya Rasulallah, bunu, Azər, din bilir. Nəinki din bilir? Gözəl əməllərdən, dində olan gözəl əməllərdən biri kimi bilib, deyib, ailə üstündəyəm ki, yanındayam. Qoy istəyim ondan. O da onsuz Allahdan istəyəcək. Biz deyirik ki, bu əməl özü var. Saxla, bu şəxsi saxla, bu surəti saxla. Bu əməlin özü nədir İslamda? Şirk akbardır, sahibini dindən xaric edir. Şirk akbardır bu. Peyğəmbərə dua etmək şirk akbardır. Uluhiyyət tövhididir, ubudiyyədir, şirkdir. Heç bir ixtilaf yoxdur. İcmadır bu. Bu şirk deyilsə yer üzündə şirk yoxdur. İndi söhbət ona edir ki, bunun şirk olmasını sən bilirsən Azər. Mən bilirəm bunun şirk olmasını. Mən bunu etsəm, yəqin bildiyim şirki, ki bu əməl şirkdir. Dindən çıxıram yoxsa yox? Qardaşım, dindən çıxıram mən. Bilə-bilə ki, şirkdir, şirk edirəm mən, dindən çıxıram. İndi bu adam, bu misal çəkirəm, indi sonra deyəcəm sözümün canını. Bu adam gedib qəbrin yanındadır,
istəyir və müstəhəb sayır. Bilmir şirkdir. İstədi, o tərəfdən çıxdı, gəldi. Belə fırlanıb gəlmirsən, hə? Yolda tutdun bunu. Elə bir ki, yanındaydın. Baxdın canın yandı da. Bir müsəlman da saqqallı ibadət edir. Bəlkə də pul yığıb illərlə ömrə ziyarətinə gəlib birinci Mədinə şəhərini ziyarət edib. Olaraq elə insan pul yığır illərlə, miskin, fəqirdir. Fürsət düşüb Allahın müvəffəqiyyəti ilə gəlib Mədinə şəhərinə. Zahirdə müsəlmandır, abiddir. Səcdənin izi alnındadır. Baxdın, yazığın gəldi. Bu olub, qardaşım, mən bunu belə misal çəkmirəm, surəti. Bu olub. Demirəm kim. Fırlanıb gəlir. Tutursan belə deyirsən, qardaşım, səlam aleyküm, rahmetullah, keyf halik, ora, bura. Ölkəmizdə necədir vəziyyət, danışırsan bura. Bu, orada gördüm ki, əlvi açıb dua edirdin, Peyğəmbərə xitab etdin, ya Rasulallah dedin. Bəs Allah Quranda ayə ki, məndən başqasını çağırın, falan. Bu deyir ki, sən buna şirk deyirsən, bu şirk. Bu qorxur, bu hürkür. Ne danışırsan, nə şirk? O müsəlmandır, qorxacaq təbii ki. Kimə desələr ki, sən bu əməli şirkdir, narahat olmarsan, dəlil nədir, filan, ora, bura. İndi söhbət nədir? Sən ona o bilməməzliyinə görə, cahilliyinə görə, vallahi, o sən bildiyin, həqiqətdə İslamda şirk olan əməli etdi. Sən ona kafir, müşrik deyə bilərsən, yoxsa yox? Cavab yox. Olmaz. Bilməyib. Yəqin kəlmə ilə İslamı var, İslamı %100'dür. Deməli, sözümün canı odur ki, insan şəklə, bilməməzliklə, yaxud sən dediyin ayələri təvil edir bir-bir hamısını. Şeyxlərindən eşitdiyi təvillərlə. Onlar ölməyib, onlar sağdılar, filan. Sənə qaldıra bilmirsən hüccət, başa sala bilmirsən ki, bu şirkdir. Sən onun tohidini, İslamını, müsəlmançılığını aparmaq üçün hüccət qaldırmalısan ona. Başa salmalısan ki, bu şirkdir. Biləndən sonraki şirkdir. Yenə etsə o müşrik olur, aydındır. Amma o ondan qabaq ki halı, o müsəlmandır. O cahiliyyinə şirk edib. Sözümün canı odur ki, insan bilməyərək la ilahə illallah kəlməsini dediyinə görə İslam'a girmədiyi kimi, söhbətin əvvəli, bilməyərək şirk edirsə, İslamdan çıxa bilmir, qardaşım. Çıxmır İslamdan. Başdan bildim sözümün canını. Bilməyərək la ilahə illallah kəlməsini deyən İslam'a girmədiyi kimi, sən onu sala bilmədiyin kimi, bilməyərək şirk edəni də İslamdan çıxarda bilmirsən sən, qardaşım. Yəqinli ilə girdiyi kimi, yəqinli ilə çıxmalıdır. Onda yəqinli yoxdur. Sən bilirsən o şirkdir, o bilmir o şirkdir. Başsala bildim sözümün canını. İndi söhbət nədir? Biz deyəndə ki, hüccət, biz bunu demək istəyirik. Ki, insan cahilliyinə görə şirk edə bilər. Xüsusən də mütəaxirlərdə, sonradan gələnlər ki var, bu ümmətdə daha çoxalıb yoxsa yox? Vallahi çoxalıb bu. Çoxdur bu belə insanlar, qəbirpərəst insanlar, quburilər. Onlar müsəlmandırlar, gedirlər. Onlar gözünü açıb bu cür görüblər. Ona görə Şeyx Albani Rahiməhullah deyir ki, sağ olanda deyirdi ki, Misir cəmaatı, bizim ölkə bu Suriya, Şamda, Hələbdə belə müsəlmanlar, belə cahil müsəlmanlar bu cürdə deyir vallahi. Bu cahil müsəlmanlar çoxdur bu şirk edirlər. Onlara müsəlman deyir, cahilliyinə şirk edir. Biz onları təkfir edə bilmirik deyir. Cahilliklərindən etdikləri üçün. İndi bu, şirk edən müşrik ola bilir. Problem yoxdur. İslamı dağıla bilir onu. Amma nə vaxt, necə? Şərtlərinlə, maniyələrinlə. Onda bu ola bilər. Başqasına başqa təvil ola bilər, nə ola bilər? Aydındır. Və bu misallar çoxdur və biz də bunu görmüşük bunu. Nə qədər kör-körənə vallahi İslam bilir qəbirlərin yanına gedənlər var. Nə qədər də elə insanlar. Qardaşlar olub ki, onlar gəlib deyiblər ki, vallahi rəşaq oldu, biz cahil olmuşuq, deyir, subhanallah, biz belə öyrədiblər, bilməmişik biz. İndi bizim Allah gözümüzü açıb, hidayət verib, biz bilirik ki, bu olmaz şirkdir. Baxır indi onlara yazıqdılar, deyir. Kəşki onlara da çatdıran olsaydı, fikir ver. O bilmir, o İslamdan bilir onu. Nəyin İslamdan bilir? Yaxşı əməl bilir. O deyir ki, qəbrin yanındayam, nə gözəl yerdir ya Rasulallah. Ağlayır Allahu Akbar, ağlayır. Xuşusundan ağlayır ya Rasulallah deyir. Bilmir.
və bilməməzlik üzr ola bilər. Bu cür hal. Başa sala bildim? Biz bunu deyirik. Qardaşım, belə insanlar çoxdur. Ona görə biz deyirik ki, bilməməzlik böyük dində üzürlüdür və dinin bütün sahələrinə aiddir. Böyük şirk fərqi yoxdur. Dində bilməməzlik üzürlüdür. Bütün dinin əqidəni də şamil edir.